Dünən baş verən çox vacib bir hadisəni sizinlə bölüşürəm. Formula 1 Türkiyəyə qayıdır. Bildiyiniz kimi Formula 1 il ərzində 20-dən çox ölkədə keçirilir. Bu ölkələrin içində Azərbaycan da var. Bir zamanlar bu siyahıda Türkiyə də var idi, amma 2021-ci ildən başlayaraq yarışlar dayandırıldı. Hətta 2020-ci ildə Hamilton burada qələbə qazanmaqla 7-ci dəfə dünya çempionu olmuşdu. Dünən İstanbulda Dolmabahçe sarayında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Formula 1-in 2027-ci ildən etibarən 5 il ərzində Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olundu. Bundan əlavə Yuki Tsunoda Red Bull'un Formula 1 maşını ilə İstanbul küçələrində mini bir tur da atdı, hətta onun arxasıca su da tökdülər. Təbii ki, Türkiyədə Formula 1 çox sevilir və hamı bu xəbəri sevinclə qarşıladı. Təəssüf ki, bizim ölkəmizdə Formula 1 barədə danışanda çox vaxt neqativ şeylər eşidirsən, amma ümid edirəm insanlar başa düşər ki, belə qlobal yarışların ölkəmizdə keçirilməsi ölkəmizin gəncləri və onların dünya görüşləri üçün çox faydalıdır. Mən Rüfət Formula 1 barədə maraqlı məlumatları sizinlə bölüşürəm. Səhifəmi izləməyi və şərhlərdə öz fikirlərinizi yazmağı unutmayın.